Abala, niyə gedib iş tapmırsan? Bax, xalqın uşağı işləyir. Əminəm ki, siz də evdə böyük bir qisminiz ən azından bu cür ifadələrlə qarşılaşırsınız. Biz bu günləri ona görə insanların bu iş məsələsi ilə bağlı yaşadığı problemlərdən istəyirik danışaq və bu mövzuda araşdırma eləyərkən əmək ekonomisti olan Guy Standingin ortaya atdığı Prekariya. Yeni işçi sinifi olan. Qeyri-sabit və güvənsiz anlamına gəlir. Bir də proletariat sözündən gəlir. Proletariya da desin köhnə işçi. Köhnə işçi. Bir öncəki işçi sinifinin adı idi, o cür adlanır və bugünkü işçi sinifi, yəni bizlər prekariyayıq və bu prekariyanın da özünə xas bir neçə xüsusiyyətləri var və bunun yaratdığı psixoloji, sosioloji problemlər də var təbii ki. Mahiyyətində biraz kapitalist, neoliberal sistem və s. bu cür terminlərlə daha əlaqəli bir anlayışdır əslində, ancaq ki, biz bu günləri psixoloq olaraq bunun insanlara psixoloji olaraq hansı fenomen kimi geri dönülür, problemlər, bunları istəyirik biraz ələ alaq, amma öncəsində qısa bir tanıtım eləməyə ehtiyac var. Nə olması ilə bağlı? Bəli. İstənsə bunu Yox, elə sən danışsan yaxşıdır. Mən psixoloji tərəflərini də tamam, okey. O zaman belə deyək, mümkün qədər qısa öz anlatmağa çalışacağam. Prekariya dediyimiz kimi bugünkü işçi sinifinin adıdır və bu işçi sinifinin müəyyən xüsusiyyətləri var. Onlardan hansı ki var, biz öncə postmodern bulantılara ithafən olan videoda, səhv eləmirəmsə o videoda bu haqda danışmışdıq ki, bu günün insanının artıq gələcək ilə bağlı güvəncəsi yoxdur, yəni. Bəli. Sistemli bir plan halında onun gələcəklə bağlı heç bir fikri yoxdur və hər şey o Baumanın dediyi o liquid modernity qavramındakı kimi qatıdan artıq axışqana doğru irəliləyir və bunun belə desək ki, iş sahəsinə, iş modellərinə olan təsiri də həmin bu prekariyanı yaradır və bunun nəticəsində də əminəm ki, bu keyfiyyətləri özünüzdə və yaxud da ən azından yaxınlarınızda müşahidə edə bilərsiniz. Bu gənc nəslin köhnə nəslə arasındakı fərqlərdən biri. Məsəl üçün, köhnə nəsil daha uzun müddətli bir iş modelləri ilə çalışarkən və yaxud da belə bir şey eşitmişdim. Mən Sovetdə əsgərlikdən gəldin, sən işsiz qala bilməzdin, dövlət səni avtomatik işə cəlb eləyirdi. Filan yerdə, bəhmən yerdə əməkçisi bilirdin ki, iş tapmaq həm asandır, həm də sənin bu ilə bağlı güvəncə verirlər ki, daha uzun müddət bu iş yerində çalışa bilərsən. Yəni səni bir təhlükə gözləmir bu ilə bağlı. Yadındansa prekariya sözünün yanında yeni təhlükəli sinif olaraq adlandırılır. Yəni bu təhlükəli nəyə görə təhlükəlidir? Sən hər an işindən alıqoyula bilərsən, işindən azad ola bilərsən. Bu o deməkdir ki, sən bu ay deyək ki 400 manat əmək haqqı alırsan, o demək deyil ki, gələn ayda bu pulu alacaqsan. Adətən bu insanlar müqaviləsiz çalışan insanlardır, freelance işləyən insanlardır. Hətta bura biz deyə bilərik ki, Bolt-dur, Uber-dir kimi şirkətlərlə çalışan insanlar da nəzərdə tuta bilərik. Kuryerlər. Bir yerdə onlar üçün belə asan gələ bilər ki, bəs mən istədiyim vaxt çalışa bilirəm. Təbii ki, bir qism insan üçün rahat ola bilər ki, hansı ki, onun güvəncəsi var bir yerdə, amma güvəncəsi olmayan insanlar üçün isə bu müvəqqəti bir işlərdir və müvəqqəti işlərin olması da o deməkdir ki, hər an sən işsiz qala bilərsən və bilmirsən ki, gələcəyin necə olacaq. Gələcəklə bağlı avtomatik bir təşvişin formalaşa bilər ki, mən bugün bu maaşı alıram, o demək deyil ki, gələn ayda bu maaşı alacağam, gələn ay necə olacaq, məsələn. Bu biraz da şeylə əlaqəlidir. Richard Sennett, səhv eləmirəmsə, onun kitabında onun yəni daha doğrusu təbiri ilə ifadə eləsək, o deyir ki, əmir icra belə o zəncirindəki sadəcə icraya fokuslanan tərzdəki bu yeni iş modeli var. Məsəl üçün, əvvəllər insanların iş yeri necə idi? Yəni, işdən anladıqları nə idi? Deyək ki, bu saatdan bu saata qədər orada olursan və digər özün kimi işçilərlə, o şirkətin işçiləri bir yerdə olursan və bu toplumsal olaraq da bir əlaqə yaradır. Ancaq və siz orada hər daim işləmədən də məsələn bir söhbət eləyirsiniz, ya nəsə olur da. Ancaq bu yeni iş modelində ki, ancaq elədiyin işə fokuslanırsan
və bu işi elədin, bitdi, okey, gedə bilərsən tərzində olanda artıq sosial olaraq da bir qruplaşma, yəni biraz burada söhbət gedə bilməz də, yəni bundan. Və işin daha belə böyük miqyaslarında iş artıq təkcə psixoloji, sosioloji deyil, daha dediyim kimi geniş olan politik yerlərə qədər gedib çıxır, ancaq mümkün qədər biz o tərəflərə ilişməməyə, o tərəflərə ilişməməyə çalışacağıq. Və bu güvəncəsizliklə bərabər eyni zamanda maaş da işlədiyin müddətə uyğun verilir. Yəni məsəl üçün sən artıq az öncə saat hesabı, yəni saat hesabı deyil, elədiyin iş. Məsəl üçün prekariyanın ən əsas xüsusiyyətlərindən biri də onun müqavilə əsaslı işləməsidir. Məsələn, biz burada əsaslı mı, əsassızmı? Çünki mən bir yerdə müqaviləsinin olmamasını, Guy Standing'in TED Talks çıxışında elə bir şey yox. Yəni bir layihə içində bir müqavilə bağladıq. Bu layihə bitdi. Yəni qısa müddətli, müqavilə əsaslı, onu demək istəyirəm. Deyək ki, iş bunu buradan qaldırıb bura qoymaqdırsa, okey, bitdi, getdi. Amma bunun yəni buradan etibarən sən yoxsan tərzində bir şey, amma ümumi bir məqsəd yönlü bir işdən söhbət getmir. Hal belə olanda dediyimiz kimi bu insanların sən bayaq vurğuladığın kimi maaş olsun, sosiallaşma baxımından olsun və s. və s. Bunun ideoloji təməlləri də var bu arada. Və elə təkcə maaş üzərindən götürsək, bu gələcəklə bağlı bu maddi güvəncəsizlik insanların təşvişdə olmasına səbəb olur. Eyni zamanda hər daim bir rəqabətin olduğu bir ortamda empatiyadan söhbət eləmək. Eynən, məsələn, bir sahədə ixtisaslaşıbsa, öz ixtisası ilə bağlı işin tapılmaması, başqa sahələrdə çalışmaq, bir neçə yerə bölünməsi, məsələn, bu ay bu işi tapdı, bu işlə məşğul, deyək ki, marketdə çalışır, marketdə işi bitdi, getdi məsəl üçün bələdiyyədə bir iş tapdı, bələdiyyədə işləməyə başladı. Yəni fərqli, amma öz sahəsinə görə, peşəsinə görə işini tapa bilməməsi də bu da prekariya sinifinə daxildir. Bəli, bu da bir keyfiyyətidir. Bu da yəni bir keyfiyyətidir ki, öz ixtisasına görə iş tapa bilmir, fərqli sahələrdə çalışır. Belə olan halda nə olur? Belə olan halda sadəcə iqtisadi cəhətdən təminata yönəldiyi üçün həmin şəxs, insanlar orada artıq özünün həyatı ilə bağlı, dünya görüşü ilə bağlı, deyək ki, təhsillə bağlı müəyyən bir artırma ehtiyacı var və yaxud ailəsinə zaman keçirməyə ehtiyacı var. Yəni insan olaraq sosial ehtiyaclarını bir yerdə ödəmir. Biz həmişə deyirik ki, bunu psixoloji problemlərin ortaya çıxmasına səbəb, yəni sırf psixoloji və genetik faktor deyil də, sosial və iqtisadi məsələlər çox önəmlidir burada. Yəni bir insanın həyatında iqtisadi vəziyyət yolunda getmirsə və maddi çətinlikləri varsa, bu da gəlib orada tətiklənə bilər. Stressin artması nəticəsində depressiyanın ortalığa çıxması, təşvişin ortalığa çıxması və bəzi problemlər də çıxa bilər ortaya. Yəni bir başqa nöqtə var, məsəl üçün demək istədiyim. Məsələn, qadın-kişi münasibətlərində bunun əksini görə bilirik. Deyək ki, qadınların artıq yəni keçmişə nəzər saldıqda kişilərin, məsəl üçün şey də bunu demişdi Philip Zimbardo ki, biz kişilərdə ərgənlik dövrünün uzanması ilə bağlı. Məsələn, belə kompleks şəkildə, belə əlaqəli bir şəkildə ələ aldıqda bunu həmin dediyimiz o prekariya sinifinin xüsusiyyətləri ilə açıqlamaq biraz olur sanki. Çünki iş tapa bilməkdə yəni problem yaşayan oğlan, düşünün ki, indiyənə qədər oğlanlara, yəni kişi cinsinə şey deyilir də, yəni sən kişisən, aslansan, məsəl vuruş falan belə qaz verirlər. Və anidən bu arada bunun yaxşı ya da pis olması ilə bağlı bir şey bildirmirəm. Sadəcə işin gedişatını, təsbitlərini eləməyə çalışırıq. Dəyərləndirməni siz özünüz eləyə bilərsiniz. Və anidən belə bir şey baş verir. Fiziki olaraq işlərə, yəni fiziki iş tələb eləyən işlərə yönəldilən bu kişilər artıq elmi texnikanın, elmin daha doğrusu inkişaf eləməsi ilə, bu tərəqqi ilə anidən həmin o fiziki iş tələb olunan işlərdən sanki artıq bizim bunlara ehtiyacımız olmadığı üçün elə bir ki, kişilərin həmin əmək qüvvəsinə olan ehtiyac da sanki biraz elə bir ki, aradan qalxmış kimi olur. Artıq ağır işləri hansısa aparatlar insanların yerinə eləyə bilir. Eynən bu da bir şeydir, hissəsidir onsuz da prekariyanın yeni sinifi.
texnologiyanın inkişaf etməsi iş yerlərinin azalması gətirib Bu çıxarması da sahədə bu sahədə, aha. və bunun paralelində axı biz qadın-kişi münasibətləri üzərindən dedik. Burada artıq bunu görə bilirik. Hal belə olanda artıq qadınların görə biləcəyi işlər ki var. Məsələn deyək ki, bu günləri ən çox müşahidə etdiyim hallardan biri. Bu günləri iş axtarmaq üçün istənilən sayta girirsən, baxırsan, məsələn deyirəm, SMM axtarılır, amma yazır xanım olsun. Məsələn SMM və məsələn xanım, digər nümunələri özünüz düşünə bilərsiniz. Məsələn SMM deyək ki, telefon üzərindən görülən bir işdir. Bunun cinsiyyətçi bir yanaşma ilə xanım olsun deyə bir tələb qoyulması çox məntiqsizdir məsələn. Yəni dediyim kimi o artıq şirkətlərin ona uyğun veriləsi cavabları əminəm ki var, ancaq biz yəni işin o tərəfində deyilik. Və yaxud da bir başqa yerlərdə məsələn deyək ki, nə deyirlər ona, otellər girişində, resepsionlarda deyək ki, axtarırlar xanım olsun. Məsələn, bu da mənasızdır. Bir çox belə nümunələr çəkmək olar ki, orada seksist bir yanaşma görmək olur və başa düşüləndir. Bunun da yenə təbii ki, başqa açıqlamaları var. Kimlərin xəttinə dəyməmək üçün bunu çox uzatmaq istəmirəm. Və dediyimiz bu hal baş verəndə artıq bu günləri kişilərin ərgənlik dövrünün uzanması baş verir. Çünki artıq iş tapa bilmir bu adam və ailəsi ilə qalmağa uzun bir müddət məcbur olur. Bunun qarşılığında isə ailəsi ilə uzun müddət qalan qadınlar daha tez azad olur. Bu o demək deyil ki, həmin kişilər iş tapanda ərgənlikləri sonlanacaq. Yox, yəni o ərgənlik məsələsi sırf işlə əlaqəli deyil də, başqa orada faktorlar da var. Yəni biri də təbii ki budur. Yəni hələ ki öz başının çarəsinə baxa bilməməsi, maddiyyata əlinin çatmaması, yəni deyə bilərik baxımdan. Əlinin çatmaması, amma burada bir şey demək lazımdır ki, burada təkcə məsuliyyət həmin insanın çeynində olduğunu zənn eləmirəm. Çünki bu neoliberal sistem az qala işsizlik, yəni işləməmək fərdin öz seçimidir deyə biləcək qədər biraz irəli gedir. Amma bu qəbul olunmazdır. Belə bir şeyi qəbul eləmək yəni ağıl işi deyil. Əminəm ki, insanların bir çoxu işləmək istəyər, ancaq özlərinə, öz keyfiyyətlərinə, öz bacarıqlarına uyğun bir işlərdə. Lakin belə bir problem də var. Geistening bunu da deyir ki, tarixdə ilk dəfədir ki, işçi qrupundan gözlənilən iş üçün lazım olan xüsusiyyətlərdən daha çoxuna sahib olmaqdır. Yəni bu nə deməkdir? Məsələn, sizə lazımdırsa deyək ki, bu stəkanı buradan götürüb bura qoymaq, siz eyni zamanda bacarmalısınız Word-də işləməyi, eyni zamanda bacarmalısınız Excel-də işləməyi. Bu biraz absurd bir nümunə ola bilər. Yüksək bacarıqlar tələb edir. Bunu qəsdi sürətdə, onsuz da absurd bir nümunə ilə verdim ki, yəni heç dəxilsiz olmayan xüsusiyyətlər belə artıq işçi sinifindən gözlənilir və yaxud da gözlənilən xüsusiyyətlər çox yüksək səviyyədə gözlənilir. Halbuki bu belə olmamalıdır. Məsələn, bütün şirkətlər, bütün deyəndə mən burada çoxluq olaraq deyəm, hansı şirkət varsa bunu qəbul edir, ondan bir işimiz yoxdur. Təcrübəli işçi axtarır. Okey, deyək ki 10 il öncəsində əlimizdə belə bir rezerv var idi, amma bu rezerv bitir. Təcrübə keçiləcək yerdə yoxdur axı. Heç kim təcrübəyə götürmür yəni. Könüllülük fəaliyyəti dırnaq arasında buna bir həll yolu kimi qoyulur. Bu Cem Yılmaz belə zəng. Stajyer kölə. Stajyer kölə. Təəssüflər olsun. Bu isə əməyin istismar edilməsidir. Bəli, bu yaxşıdır, pisdir dediyimiz üçün burasından bir işimiz yoxdur. Sadəcə bu cür bir liberal sistemin bu cür bir əlaqəli bir insanın bir neçə yerə parçalanmasıdır. Çünki yüksək olunan tələblər qoyulur qabağına, istəyir ki, o tələblərə cavab versin o və bir yerdə də bu insanlar tükənir axı. Yəni məndən bu sertifikatları, dil istəyirlər, nə bilim kompüter bacarıqları yüksək şəkildə istənilir, üstəlik məndən təcrübə istənilir. Mən təcrübəni harda yığacağam, maddiyyatı harda tapacağam ki, bu sertifikatları alacağam, dil üçün kursa ehtiyacım var. Yəni birdən-birə bir insan nə qədər şeylə yüklənir və təbii ki, onun artıq burada psixoloji narahatçılıqları ortaya çıxmağa başlayacaq. Yəni bizim toxunmalı olduğumuz hissə məsələn budur. Biz demirik ki, psixoloji problemlər sırf sizin bayaq dediyim kimi genetikavızla və yaxud digər problemlərlə əlaqəlidir. Yox, bəzən mühitimizi dəyişəndə belə orada artıq bir şeyə ehtiyac qalmır. Bir güclü terapiyaya ehtiyac qalmır. Bəzən o psixoloji narahatçılıqlarımızın ortaya çıxmasına səbəb bizim o mühitdə olmağımızdır və yaxud xəstə bir insanların çevrəmizdə olmasıdır.
Yəni o aradan qalxandan sonra o problem də aradan qalxır. Hansı ki, bir insanın həqiqətən də stressinin yüksək şəkildə olmasına səbəb onun maddiyyatsızlığıdırsa, maddiyyat bərpa olandan sonra stress də aradan qalxacaq, yəni. Təəssüflər olsun ki, bu zamanda bizim yaşadığımız 21-ci əsrdə bir insan fərqli-fərqli yerlərə parçalanmağa məruz qalıb. Yəni parçalanır. Və orada təbii ki, kimlik böhranı da yaşayacaq. Bu da var idi bu arada. Özünü tapmaqda çətinlik çəkməsi, yəni özünü inşa etməkdə çətinlik çəkməsi. Özünü aid eləməkdə də. Çünki burada artıq özünün istəkləri nəzərə alınmır. Şəxsin özünün istəkləri və bacarıqları deyil də ondan tələb edilən şeyləri öz üzərinə yükləməyə başlayır. Təbii ki, burada artıq öz istəkləri ilə ondan istənilənlər arasında bir qarşıdurma yarandığı üçün kimlik problemini rahat şəkildə yaşaya bilər. Və hər daim də bir bu inşa məsələsi gedir. Çünki hər daim bir o dili öyrən, bu sertifikatı al, onu elə, bunu elə. Və bu arada o yaş 30 Umberto Eco, səhv eləmirəmsə onun belə bir fikri var idi, deyirdi ki, tarixdə ilk dəfədir ki, bu çox deyir absurddur. Çünki tarixdə ilk dəfədir ki, bir insan 30 yaşına qədər artıq təhsil alır və bu çox artıqdır. Bu, yəni işə girə bilmək üçün. Bu çox mənasızdır tərzində bir ifadə işlədir. Belə yəni prekariyanın bu cür keyfiyyətləri var, hansı ki, heç də xoş olmayan bir vəziyyətin içindədirlər. Bunun indi psixoloji məsələləri, yəni o tərəfləri də ələ alası olsaq, böyük bir aqressiya ilə bu özünü nümayiş elətdirir. Əsəb problemi, əsəb kontrolsuzluğu. Bəli, şiddət hallarının artması. Xüsusən də burada kəsəcəmsə, ailədə şiddət hallarının artmasının səbəblərindən də biri budur. Evdə çalışanın, məsəl üçün kişinin bayaq dediyimiz kimi əlinin maddiyyata çata bilməməsi, iş yeri ilə bağlı problemlər yaşaması, ailə münasibətlərinin korlanmasına, həmin ailələrin dağılmasına da səbəb olur. Bəli. Yəni bu iş məsələsi sadəcə getdim cibimdə 5 manat, 10 manat pulun olsun məsələsi deyil. Bu əslində daha dərindən analiz edəndə və bilirsiniz, bəlkə də bu ifadəni öncəsində işlətmişəm, belə bir şey demək istəyirəm. Əgər işlətmişəmsə də bir xatırlatma olsun. İnsan, məsələn, biz hormonal olaraq insanın davranışlarını, yəni predmet olaraq insanı mərkəzə qoyub onu, bütün davranışlarını, bütün hormonları ilə çox qəşəng izah edə bilərik. Və yaxud da iqtisadi nəzəriyyə ilə insanı çox qəşəng izah eləyərik. Və yaxud da bir başqa şeylə, genetika ilə, genləri ilə əlaqələndirərək bir qəşəng izah eləyərik. Hər biri ayrı-ayrı yanaşmalardır. Və hamısı da belə dar bir bucaqdan baxılanda sanki çox qəşəng izah eləmiş kimi olar insanı. Amma insan bunların hamısının mərkəzində yer aldığı üçün, bəli, bunların hər birinə aiddir və yeri gəldikdə heç onlardan hansısa biri olmaya bilir, yəni. Ona görə insan daha kompleks, daha mürəkkəb bir varlıq olduğu üçün bu əmək məsələsi də burada digər məsələlərlə əlaqəli bir şəkildə. Yəni qaçınılmaz haldır. Qaçınılmaz olaraq, əlaqəli olaraq ələ alınmalıdır və necə ki, bir dənə iş tapa bilməmək dediyimiz üçün, məsələn, ailə içi şiddətə səbəb ola bilir. Eyni zamanda özünü tapa bilməmə, məsələn, mən həmişə deyirəm, bunu əslində biraz necə deyək, yəni doğru deyil tərzində deyirdim. Amma bu perspektivdən baxanda başa düşmək olur, haqq qazandırmasam belə başa düşmək olur. Məsələn, bu prekariyanın kimlik problemi, məsələn, bu iş məsələsi ilə də qaynaqlıdır. Çünki adamın iş tapa bilməklə bağlı müdirin ondan deyək ki, və yaxud da özündən bir yuxarı artıq o kimdirsə də vəzifəli şəxs, ondan gözlədiyi bir obraz var və düşünür ki, o bunu bilməlidir. İşin nə olması ilə bağlı, nə cür davranır, amma təbii ki, olaraq o bunu bilmir. Və hal belə ikən artıq onun kimlik məsələsinə də və onun tam olaraq tapa bilməməsi də dediyimiz kimi bu cür artıq sosiallaşmasının qarşısına artıq getməli olduğu kurs çoxdur, bilməli olduğu dil çoxdur. Hər daim bir öyrənmə prosesinin içində olmalıdır ki, sonunda deyək ki, 500 manat bir iş tapa bilsin. Onun yerinə bugünkü prekariyanın işi daha çox dediyimiz kimi müqavilə əsaslı, daha çox türklər ona göçmən deyir, xarici ölkələrə gedib orada işləyir. Nəticəsində məsəl üçün gedib Azərbaycandan deyək ki, Almaniyada Rusiyada işləyib gələrəm. Rusiyada işləyib. Bu arada biz Rusiyada işləyib gələrəm dedim. Bu zənn olunmasın ki, bu prekariya dediyimiz şey bu gün yəni yarandı və ya da son 10 ildə. Günəmuz deyirlərdi, səhv eləmirəmsə. O Fordist dönəmdən, tarixdən, hətta yox, bir keçmişə də dayanır. Gündəlik işçi deyirdilər. Yəni hal-hazırda da var bu arada muzlu işçi. Elə bilinməsin ki, indi biz müasirindən danışdıq, freelansdan danışdıq, nə bilim Uberdə, Boltda, orada çalışanlardan danışdıq. Yox. Məsəl üçün kəndlərdə
digər rayonlardan gələn insanlar olur, hansı ki yolun kənarında dayanırlar və bilmirlər ki, bu gün ümumiyyətlə harda çalışacaqlar və oradan keçən maşınlar onlara iş təklifində bulunur. Hansı ki onlar da müəyyən deyək ki, panikləri var, əkinti işi ilə məşğuldular. Gündəlik olaraq oradan işçi götürürlər. Hər kəs orada dayanıb, qadınlı, kişili, əlində sumka, gündəlik bir yeməyini götürüb və onun qabağından keçən, hətta bu səhv eləmirəmsə deyəsən, qul bazarı da demişlər. Bu ilə bağlı böyük bir şey də yayımlanmışdı. Bir video da yayımlanmışdı. Oradan keçən maşınlar onlara iş təklif edir. Deyir ki, bu gün gələcəksən, mənim deyək ki, bağımda işləyəcəksən, panik mi təmizləyəcəksən, ot alaq məsələsi filandır. Bu qədər razısan, məsəl üçün 20 manata razısan, bu gün saat bu saatım, hə, razıyam, min maşına gedək. Bir günlük işləyir, vəsə, bitdi. Yəni bir günlük lazım idi çünki o. Sabahsı gün yenə də gəlib dayanır orada və gözləyir ki, bu gün necə bir təklif gələcək ona. Yəni bu 21-ci əsrdə bu hələ də davam edir. Yəni dediyim kimi biz bu müasir formasını çəkdik, amma nəzərə alaq ki, bunun hansı ki indi bayaq keçmişə nəzərən deyəcəkdik ki, günəmuz işçinin olması yox, keçmiş deyil, hal-hazırda da bu var. Hal-hazırda da var, keçmişdən bu yana gəlir. Yəni bu günləri bu aqressivləşmənin, bu gün bu ailə səviyyəsində problemlərin ortaya çıxması sadəcə bu məsələnin getdikcə böyüməsidir, miqyasının artmasıdır. Sosial olaraq bu məsələlərin fərqində olmaq lazımdır. Bir də bir şey də deyim, yenə deyəsən Standingin özünün təbiri ilə səhv eləmirəmsə o deyirdi ki, bəs bu o empatiya məsələsini ki az öncə dedik aradan qaldırır. Bu toplumsal olaraq birləşməni də aradan qaldıracaq və biz məsələn xatırlayırsa Baumandan şey demişdim mən, bireyselləşmiş toplum deyə toplumsallaşmış artıq fərd var ortada. Sosial olaraq deyə bir şey yoxdur və bu cür problemləri artıq araya gətirir və bu insan irqi olaraq belə deyək, artıq bizim üçün təhlükədir. Bəli, böyük bir təhlükədir və şuur olaraq biz nəyin artıq problem varsa, məsələn biz deyirik, burada belə bir problem var, belə bir problem var və yaxud da belə keyfiyyətləri var prekariyanın, amma problem nədir desək, məsələn o problemin adını konkret qoya biləcəyikmi? Bir də qoysaq belə ortaq olaraq bir düşmənimizin olması və yaxud da bunun fərqində olmağımız bir şey dəyişmir. Həmin o empatiya olmadığı üçün, həmin o nə deyək, örgütlənmə deyir də türkcə, yəni bir araya gələ bilmə olmadığı üçün o xüsusiyyətlər hal-hazırki şərtlər nəzərə alınanda o düşmənlə savaşmaq kimi bir imkanımız da yoxdur. Yəni dolayısıyla sadəcə hər şeyin fərqində olmaq lazımdır. Bizim üçün deyirlər ki, psixoloqlar həmişə problemdən danışırlar, amma problemi necə həll yolu olmasından danışmırlar. Bunun üçün də Guy Standing özü öz çıxışında deyir ki, bunun sağlamı necə olmalıdır? Sağlamı olmalıdır ki, insan güvəncəli bir işlə təmin olmandan sonra həm müddət olaraq, həm maddi olaraq, həm maddi olaraq, məsələn deyək ki, bu saatdan bu saata kimi işdədir və iş müddəti bitdi, ailəsi ilə keçirməyə vaxt var, tətil üçün bir zamanı var. Yəni digər sosial aktivitələrini, hobbilərini reallaşdıra bilir bu insan. Amma bizdə belədirmi? Bizdə bir məsələ var, onu deyim sənə. Xaricə kim gedirsə deyir ki, ay da burada insanlar yaşayır. Nəyə görə deyirlər bunu? Çünki həqiqətən də o insanların digər sosiallaşmaq üçün vaxtları və zamanı var və güvəncələri var. Məsələn, bu saatdan bu saata kimi çalışır, sonra dostları ilə əylənə bilir, ailəsi ilə vaxt keçirə bilir, həftə sonları piknikə gedirlər və yaxud başqa bir ölkəyə səyahətə, istirahətə gedirlər və o insani ehtiyaclarını ödəyə bilirlər. Bizdəkilər bundan çox şikayətçidirlər ki, biz burada yaşamırmışıq, bizə çox normal şəkildə gəlirmiş bu vəziyyət. Amma ki biz getdik, gördük orada ki insanlar həqiqətən orada yaşayırmış. Bu onların üst bir şey olduqları anlamına gəlmir, üst bir təbəqə insan olması anlamına gəlmir. Sadəcə bizə güvəncə verən işlərdə çalışmağımız və digər zaman planlamasını etməyimiz önəmlidir burada. Yəni bu insanın özünün seçimindən də asılı ola bilər. İndi biz danışdıq ki, bəzi şirkətlər var ki, freelance iş təklifləri eləyir və həmin insanlar təbii ki bir tərəfdən güvəncəsi olduğu üçün bu işlərdə də çalışırlar. Bu insanlar üçün heç bir problem yoxdur zaten. Yəni özü istəyir bunu. Öz seçimidir bu. Bəzi insanlar da var ki, bundan hansı ki o deyirik psixoloji narahatçılıqlar çıxır ortalığa. Bundan narahatdır. Özünü güvəndə hiss eləmir. Özünü narahat hiss edir. Daimi olaraq ekonomi problemlərini, iqtisadi məsələləri fikirləşdiyi üçün yaşaya bilmir yəni.
Belə olan halda da biz həmişə deyirik ki, Maslovun ehtiyaclar iyerarxiyası var. Əsas o ehtiyac ödənməyəndən sonra insan o əsas ali pilləyə qalxa bilmir axı. Orada şuur ön plana çıxmır, digər fəaliyyətlər ön plana çıxmır, düşüncə belə ön plana Özünün çıxmır. şəxsiyyət hesab eləyən fərdlər. Hə. Amma sadəcə hesab eləyən. Məsələn, ata fikirləşir ki, səhər mən yuxudan duracam, bu gün iş olacaqsa gedəcəm işləməyə, 1 kiloqram kartof, bir dənə yağ alacam, bir dənə çörək alacam, gətirib gələcəm. Bu gün uşaqlarım doydu. İndi sabahı bilmirik. Sabah necə olacaq? Sabah təkrar, sabah üçün yeni bir həyat mücadiləsinə başlayır. Yəni belə olan halda bu insan nə qədər özünə inkişafa, dünya görüşünün formalaşmasına falan vaxt ayıra bilər ki? Bir dənə şey deyim burada, yəni biz deyərək dedin, sanki bu Azərbaycandaymış kimi tərzində. Yox, ya yox. bu dünyanın hər yerində. Zaten bunu Qayıstani Demək olar ki, hər üzərindən yerdə danışdıq deyə sadəcə bu nümunə olaraq biz daha çox hallanır deyə cəmiyyətdə bu termin ki, bu da termin deməyəcəm buna. Bu deyim daha çox insanlar arasında yayılıb, gənclər arasında yayılıb. Ya buna bir tərəfdən səbəb özümüz də ola bilərik. Həqiqətən də ekonomi problemləri də ola bilər. Yəni mənim demək istədiyim budur. İnsanın özünün seçimi də bu ola bilər. Və burada fərdin məsuliyyətindən tamamilə azad olması gərəkdiyi Anlamına kimi bir fikir gəlmir. yoxdur. Qətiyyən sadəcə toplum və fərdin, iqtidar və fərdin, şirkət və fərdin, yəni bu əlaqələrin daha yaxşı qurulması üzərindən getmək lazımdır. Hər biri özünə düşən məsuliyyəti alsın. Bəli, şəxsin özünün də özünə çox məsuliyyəti düşür ki, məsələn, öz peşəsinə qarşı inamsızlığı da ola bilər, onu icra etməkdə inamsızlığı ola bilər, fikri dağınıq ola bilər. Belə olan halda fikirləşə bilər ki, məndən bu tələb olunursa, mən bunu illaki bunu etməliyəm kimi də düşünə bilər. Yəni amma özü ilə bağlı o öz güvəni yerindəcə olan insanlar həqiqətən də onu güvəncə verən bir işi də seçə bilər, planlı olaraq zamanında yaxşı şəkildə bölə bilər. Bəzi insanlar var ki, zaman planlamasını belə eləyə bilmirlər. Yəni sonra da bundan şikayətlənə də bilərlər ki, məsələn, mənim öz istirahət eləməyə vaxtım yoxdur, kiminləsə vaxt keçirməyə vaxtım yoxdur kimi. Yəni o demək deyil ki, indi bu digər ölkələrdə bu problem yoxdur və sırf Azərbaycanda var bu problem yox. Sadəcə deyim olaraq dedim bunu, nümunə olaraq. Ki daha yaxşı anlaşılsın. Belə, yəni bu cür problemlərə səbəb olur. Daha doğrusu belə bir problemləri var prekariyanın. Yeni bir termin öyrəndik bu gün. Bəli, hə. Bir də valideynləriniz yenə əgər sizə elə bir ifadələrlə gəlirsə, narahat olmayın, biz sanlayırıq. Bu sizin böyük ehtimal ki, sizin günahınız deyil. Oldu, sağ olun. Özünüzə yaxşı baxın.